Bugün görkəmli riyaziyyatçı alim və elm təşkilatçısı akademik Fərəməz Maqsudovun 95 illiyinə həsr olmuş elmi konferans keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Fərəməz Maqsudovun elmi fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, alimin elmi tədqiqatları riyaziyyat və mexanikanın bir sıra sahələrini əhatə edir. O, spektrində kəsilməz komponent olan operatorlar dəstəsinin geniş sinfi üçün spektral nəzəriyyənin banisidir. Həmçinin spektral analizin tərs məsələlərinin tədqiqi sahəsində çoxsaylı mühüm nəticələrin müəllifidir. Fərəməz müəllim Azərbaycanın müstəqil dövlətçilik uğrunda aparılan mübarizədə yaxından iştirak edir. Ulu Öndər Heydər Əliyevin sadiq silahdaşı olub. Burasını da demək istəyirəm, xatirədə qalsın. 1993-cü ildə 3 oktyabrda Ulu Öndər Heydər Əliyev birinci dəfə müstəqillik dövründə Azərbaycan Respublikasının prezidenti seçilərkən seçki bülletenlərini gətirən, o zaman müqavimət göstərildi bülletenlər gətirməyə, paylamağa və s. Fərəməz müəllimin akademiyadakı xidmətləri sırasında da mən hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının böyük ziyalı potensialını o zaman yeni kurulan ve ziyalı dəstəyinin formalaşmasına ihtiyacı olan genç devletin, müstəqil devletin möhkəmlənməsi istiqamətində Heydər Əliyevin apardığı işe yönetmekten ibaret olmuştur. Ben Fərəməz müəllimin timsalında o zaman akademiyanın və üniversitenin qüvvələrinin dövlətçilik ətrafında, prezident ətrafında, Ulu Öndər Heydər Əliyev ətrafında birləşməyində Fərəməz müəllim böyük rolunu görürəm və bizim müstəqilliyimizə böyük xidmətin ifadəsidir. Sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Professor Misir Mərdanov akademik Fərəməz Maqsudovun elmin inkişafındakı rolundan danışdı. Görkəmli riyaziyyatçı alim Fərəməz Maqsudovun şəxsi keyfiyyətləri ilə hər zaman gənclərə nümunə olduğunu vurğulayan Misir Mərdanov, akademikin tək Azərbaycanda deyil, başqa ölkələrin elmi cəmiyyətlərində də böyük nüfuza malik olduğunu qeyd etdi. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev görkəmli alim Fərəməz Maqsudovun həyat yoluna nəzər salaraq onun insanlara əvəzsiz dəstəyindən, gənclərin formalaşmasında xüsusi xidmətlərindən söz açdı. Bugün Azərbaycan Milli Elmlər Akademiyasının rəissiyyət heyətinin qərarı ilə akademik Fərəməz Maqsudovun 95 illiyi qeyd olunur. Bilirsiniz ki, Fərəməz Maqsudov Azərbaycanda böyük ziyalı idi, böyük alim idi və onun fəaliyyəti çox şaxəli idi. Ona görə də bütün bu məsələləri nəzərə alaraq Elmlər Akademiyasının rəhbərliyi belə bir qərar qəbul edib ki, Akademiyanın Fizika, Riyaziyyat və Texnik Elmləri bölməsi ilə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu birgə belə bir tədbir keçirsin. Hal-hazırda elmi ictimaiyyət mərhum akademik Fərəməz Maqsudovun silahdaşları, əməkdaşları bura toplaşıblar və öz xatirələrini bölüşdürürlər. Akademik Fərəməz Maqsudovun elmi fəaliyyətinə yüksək qiymət verirlər. Ona görə də qeyd etdiyim kimi akademik Fərəməz Maqsudovun fəaliyyəti çox geniş spektri əhatə eləyir. Həm alim kimi, həm də Azərbaycanda riyaziyyat məktəbinin formalaşmasında müstəsna xidmətlər olan bir şəxs kimi, daha sonra bir elm təşkilatçısı kimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olaraq fəaliyyəti yüksək qiymətləndirilir, xatirəmizdə qalır. Əlbəttə onun bütün fəaliyyəti, eyni zamanda onun digər fəaliyyəti müstəqil Azərbaycan dövlətinin formalaşmasında onun xidmətləri də danılmazdır. Yeni Azərbaycan Partiyasının yaradılmasında və ümumiyyətlə ictimai siyasi fəaliyyətdə həmişə öz vətəndaş mövqeyi ilə seçilən bir alim olubdur, akademik olubdur. Ona görə də onun ən yüksək keyfiyyətlərindən biri insanlara yaxşılıq etmək olubdur. Yəni bütün insanlara, gənclərə hami olubdur, onlara dəstək veribdir və onun bu günləri etdiyi yaxşılıqlar, necə deyirlər, cücərir. İnsanlar ondan demək bəhrələniblər, inkişaf ediblər və həmin o məktəbin deyək ki,
eyni zamanda həmin o riyaziyyat məktəbini davam etdirirlər. Tədbirin davamında çıxış edən digər natiqlər riyaziyyat elminin inkişafında akademik Fərəməz Maqsudovun rolundan danışdılar.